Sentyabrın 20-sində Parkin Otelində International Media Support ATƏT-in Bakı ofisi və Avropa Birliyinin dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda yayım mediasının gələcəyi adlı milli konfrans keçirib. Konfransda ATƏT-in Bakı ofisinin dəstəklədiyi yayımda dəyişiklik, Azərbaycanın yayım mediasında fikir müxtəlifliyi və pluralizm sahəsində müzakirələrin aparılması, Avropa Birliyinin maliyyələşdirdiyi yeni medianın inkişafı və regionlara yayılması layihələri və IMS-in Azərbaycan mediasında peşəkarlığın və müstəqilliyin artırılması, informasiya müxtəlifliyinin təmin olunması və cəmiyyətə daha dolğun məlumatın çatdırılması proqramı çərçivəsində müzakirələr aparılıb. ATƏT-in Bakı ofisinin Demokratiya şöbəsinin rəhbəri Nicholas Detz bildirib ki, güclü dövlət üçün azad media lazımdır və bugün yeni media ənənəvi medianı tamamlayır. Cəmiyyətin alternativ məlumatla təmin olunmasında mühüm rol oynayır. Beynəlxalq Mediaya Dəstək Təşkilatının proqram rəhbəri Gülnarə Axundova ölkə televiziyalarının fəaliyyətində pluralizmin təmini ilə bağlı ciddi nöqsanların olduğunu deyib. Vətəndaşlar televiziyalardan tam informasiya ala bilmədikləri üçün alternativ informasiya mənbəyi kimi rəqəmsal mediadan istifadə edirlər deyə Axundova öz çıxışında qeyd edib. Rəqəmsal yayıma keçid və yayımın müstəqilliyi bir-biri ilə əlaqəli olmalıdır mövzusunda əsas çıxışçı Rahtinin rəhbəri Emin Hüseynov Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı vətəndaş cəmiyyəti olaraq onlarda çoxlu suallar yarandığını deyib. 2013-cü ildə bütünlüklə rəqəmsal yayıma keçiləcəyi bildirilir, amma biz hansı standartlara keçdiyimizi bilmirik. Bu standartlar telesənayemizə nə verəcək? Biz bilmirik, cəmiyyət buna hazırdırmı? Cəmiyyət bilməlidir ki, biz teleməkanı hansı rəqəmsal standartlarla inkişaf etdirəcəyik. Bəzi ölkələr tezlik resurslarının səmərəli istifadəsi televiziyaların texniki inkişafı baxımından DVB-T, yəni yerüstü rəqəmsal yayımla bağlı standartların köhnəldiyini bəyan ediblər. Onlar artıq DVB-T2 standartlarına keçməyi qərarı alıblar. Təbii ki, bu daha üstün standartlar deməkdir. İstərdik müzakirələr zamanı bu suallara aydınlıq gətirilsin deyə Emin Hüseynov bildirib. Bakı Dövlət Universitetinin professoru, teleaparıcı Qulu Məhərrəmlinin moderatorluğu ilə keçən birinci paneldə yayım üçün lisenziya, milli teleradio yayımında cari vəziyyət, analoq yayımdan rəqəmsal yayıma keçid və yayım mediasında etik davranış kodeksi, televiziya və radio kanalları tərəfindən günahsızlıq prezumpsiyasının pozulması məsələləri müzakirə olunub. Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin rəhbəri İsa Məmmədov hazırda Azərbaycanda yayım və qəbul edicilərlə bağlı milli standartların hazırlandığını bildirib. Hazırda ölkənin 80%-ni əhatə edən 30 rəqəmsal televiziya stansiyası qurulub. Rəqəmsal yayımın qəbulu üçün az təminatlı ailələrə 130 min dekoderin pulsuz paylanması gözlənilir. Məmmədov əlavə edib. Son illər 4 tezliyə müsabiqə elan edilib və bu tezliklər siyasi nəzarətdə olan televiziyalara verilib. Yəni oyunçular bazara buraxılmır. Mövcud televiziyalar isə cəmiyyətin marağını əks etdirmir. Cəmiyyət obyektiv məlumatları daha çox yeni media və sosial şəbəkələrdən alır. Belə olan halda dövlətdən maliyyələşən yayımçılara 60 milyon manat ayrılmasının ictimai faydalılığı nədən ibarətdir? Ayrex-in təmsilçisi media eksperti Ələsgər Məmmədli öz çıxışında bildirib. İctimai televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq qrupunun rəhbəri Tahir Məmmədov bildirib ki, ictimai teleradioda çalışanlar proqramların balanslı, baxımlı, keyfiyyətli olmasını heç də auditoriya, müxtəlif ekspertlər, beynəlxalq təşkilatlar, bu deklarasiyaları yazanlar, eləcə də qanunun tətbiqinə nəzarət edən yayım şurasından az istəmir. İctimai televiziyanın tənqidi bizi qane edir. Biz təhlil və tənqid olunmağımızı istəyirik. Amma bu o demək deyil ki, bütün fikirləri dogma kimi qəbul etməliyik və proqram siyasətimizi ayrı-ayrı fərdlərin subyektiv rəyləri əsasında tərtib etməliyik. Televiziyalardakı inhisarçı mühitin dağıdılması vacibdir. Hökumət teleradio məkanını inhisarında saxlayır. Proqramların məzmunu ilə bağlı da rəqabət mühiti yoxdur deyə Media Hüquqi İnstitutunun direktoru Rəşid Hacılı qeyd edib. Sosial media üzrə ekspert Əli Novruzovun moderatorluğu ilə keçirilən ikinci paneldə Google TV, Apple TV, Netflix və sair internet televiziyalarının ənənəvi yayım mediasına təsiri, internet teleradio yayımının texniki və qeyri-texniki problemləri, yayımın inkişafında vətəndaş jurnalistikasının rolu və digər məsələlər müzakirə edilib. Tədbirdə çıxış edən Obyektiv TV-nin rəhbəri Günay İsmailova bildirib ki, onlayn televiziyası açmaqda məqsədləri insan hüquqları ilə bağlı vətəndaşların dolğun informasiya almalarına şərait yaratmaqdır. 2 il ərzində kanalımız tərəfindən 600 video yayılıb ki, bunların da yarısı Azərbaycan dilində, yarısı isə ingilis dilindədir.
Elə videolarımız var ki, 2 il ərzində 260 min baxış olub. Obyektiv TV eyni zamanda regionlarda QHT-lər, gənc fəallar, hüquq müdafiəçiləri üçün rəqəmsal media ilə bağlı təlimlər keçirib və regiondan olan şəxslər və təşkilatlarla əməkdaşlıq edir, deyə İsmailova qeyd edib. Sonda o, 2 il ərzində Obyektiv televiziyasına maliyyə dəstəyi verən beynəlxalq təşkilatlara minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Yurt televiziyasının rəhbəri Rüstəm Əliyev qeyd edib ki, televiziyanın fəaliyyətinin genişləndirmək üçün internet imkanları daha geniş olmalıdır. Azərbaycanda video yükləmə sürəti az olduğundan hələ ki bununla bağlı problemlər qalır, deyə Əliyev qeyd edib. Ayrexin Azərbaycan üzrə yeni media layihəsinin rəhbəri Anjela Nikoara Google TV, Apple TV, Netflix və sair internet televiziyalarının ənənəvi yayım mediasına təsirindən və yeni medianın inkişafından danışıb. Gənclərin Səsi radiosunun rəhbəri Azər Nəzərov qeyd edib ki, onlayn media sürətlə inkişaf edir və tamaşaçı kütləsi artır. Bizim radionun hazırladığı materiallardan televiziya kanallarının istifadə etməsi onlayn medianın inkişafından xəbər verir. ATƏT-in Bakı ofisinin nümayəndəsi Vüsal Behbudov müzakirələrin davam etdirilməsinin vacib olduğunu deyib. Orada bütün telekanalların iştirakını arzulayır. Söz-qabağı dövrdə məsələnin aktuallığını nəzərə alaraq ATƏT-in belə layihələrə dəstək verəcəyini bildirib.